الحمد لله الحمد لله الذي هدانا للإيمان والإسلام وجعلنا من أمة محمد عليه الصلاة والسلام والصلاة والسلام على رسوله وحبيبه محمد وعلى آله وأصحابه أجمعين وعلى من تبعهم بإحسان إلى يوم الدين وأشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن محمدا عبده ورسوله صلى الله عليه وسلم أوصيكم عباد الله وإياي أولا بتقوى الله فاتقوه وأطيعوه إن الله مع الذين اتقوا والذين هم محسنون Bizni imanға һәм исламға hidayat qılğan, qalblərimizni iman nuru bilən nurlandırğan, həm İslam niməti bilən nimətləndirgən, həm haqq Habibi ilçisi Rasulü, süyüklülərinin süyüklüsü bulğan, Peyğəmbərimiz Muhammed Mustafa sallallahu ta'ala aleyhi və səlləm hazretlərinin ümmətlərindən qılğan, həm Cuma günün başqa atna günlərinə qarata fəzilətli üstün eyləgən, Rabbimiz Allah'a hamd-ı sanalarımız hər kürkə maqtavluqlavlarımız bulsun. Barcha aləmlərə rəhmət həm nur bularaq cibərilgən, dünyada ahirətdə bəxtli, saadətli bulubuzga səbəbçi bulğan, Resul-i Ekrem Muhammed Mustafa sallallahu ta'ala aleyhi və səlləm hazretlərinə, anın əhli beytləri bilən sahaba-i kiramlarına, üy əhilləri bilən hörmətli sahabalarına, həm qiyamət gününə qədər alarga ihsan bilən, hər türlü izgilikdə yergən bəndələrə də xayır, dua, səlamları biz, ümmətin digən küngüllərimizdən tuqtavsız salavat-i şərifələri biz irişsin. Şəhadət, guahlıq, tanıqlıq qılan, təhqiq, çınlıqda, dürüstlükdə Allah'dan başqa ilah yox, ibadətə haqlı, zat yox, məbud bil haq yox, ul Rabbimiz bar, bir, anın şəriki tindəşi yox. Həm şəhadət, guahlıq, tanıqlıq qılan, dürüstlükdə Muhammed sallallahu aleyhi və səlləm, ul Allah Rabbimizin haqq ilçisi Peyğəmbəri, qulu bəndəsi ikənliğinə, anlayan edən də Rabbimiz Allah'ın xayır duası həm sələmi bulsun. Allah'ın qulları, bəndələri, əvvəl üzümünə həm sizni təqvalıq bilən vəsiyyət qılamın. Allah Rabbimizə təqvalıq qılığız, dostu bulub yaşağız, əmrinə itaat qılığız, buysunuguz. Dürüstlükdə Allah Rabbimiz üzünə təqvalıq qılıqçılar, həm ihsan izgilik etüçülər bilən birgədir. Həm mübarək kitabı Kur'an azimdə buyura, iman getirgən bəndələr, Allah Rabbimizə çin təqvalıq qılı bilən təqvalıq qılığız, həm ülə kürməgiz, can təslim qılmağız, müsəlman bulmunçı. Bu ayət-i kərimədə Rabbimiz bizni təqvalıq bilən buyura. Təqvalığının küp mənası var. Yəni, küfür, şirik, nifaqdan saklanu, ul təqvalıq bula. Ulu günahlardan saklanu, Allah'ın əmrin ütə, ul da təqvalıq bula. Məsiv Allah'dan qalibni, yürəkni saklav, ul da təqvalıq bula. Lakin ul Ənbiya və Mursalin, Əvliyaullah və Muqarrabinin mərtəbələri təqvalıqqa qarasaq. Bizning şəhidkəndə Allah'a duz bulub yaşarga gerek. Həm ülə kürməgiz, müsəlman bulmunçı. Ölüm haq, kullu nəfsin zəiqatul məvd, hər bir caniyəsi ölümünü tatacaq. Lakin ni halda, nindi dərəcədə, nindi əməllər üstündə, nindi yolda kişi bu dünyadan kitəcək, məsələ şunda. Həm Rabbimiz şunun üçün əytə, وَلَا تَمُتُنَّ إِلَّا وَأَنْتُمْ مُسْلِمُونَ, ülə kürməgiz, müsəlman bulmunçı. Ali radiyallahu anhu hazretləri əytə, təqvalıq haqqında həm şılay ifadə qıla. Qadı Bəydavi hazretləri üzünün təfsirində həm biznin yatqan təfsirimizdə də bu sözlər getirilgən. Ulaytə təqvalıq haqqında məsələ niyə əytə Ali radiyallahu anhu? Ət-təqva hiyəl xavfu minəl cəlil, təqvalıq ulu bulğan, böyük bulğan Allah'dan qorku. Vəl-əməlu bitənzil, Allah təli indirgən nərsə bilən, Qur'an bilən əməl qılu. Və rida bil qalil, azqa riza bulu. Və istiadadu liyevmir rahil, rihlət, ölüm, küçünü gününə, Allah huzuruna küçünü gününə hazır bulu, hazırlanu. Həm ikinci sözündə şla ifadə qıla, anlata bizgə, tamamun ni'mətəl mavtu aləl-İslam. Ni'mətlərinin tamam, tügəl, tulu buluğu İslam dinində ölüdür.
Din mübində bulgan aziz kardeşlerim, bugün bizniki mübarek günümüz Seyyidul Eyyam, atlan günlerinin hocası. Allah Rabbimiz bu günlerini yaşattıyken, bu ibadetinin sir, hikmet, neticelerine, maksatlarına eriştirsin. İki atla arasında bulgan günahlarımızga hem üsteme 3 günlük günahlarımızga bu ibadetleri biz keffaret bulsun. Bugün bizniki Safar ayımızın 14. günü 1439 Hicri yıl. Din mübində bulgan kardeşlerim, mənə inşallah yakın arada bir neçə gün kaldı. Bir devlet bayramı biz, yani Xalqlar Birdemligi günü deyip eytələ. Anın tarihi kadimi 17. asırda 1612 yılını türlü millet vekilleri toplanıp ilimizni düşmanlardan, fitnelerden kurtardılar. Hem bizning yaşayıp turgan mübarek Tatarstan Cumhuriyetinde 200'ge yakın millet yaşayır. Yani her bir devletinin kileşegi, ul devlette tanışlık bulsa, tatuluk bulsa, totraklık bulsa gına bulacak. Hem İslam dini ul Allah Teala tarafından kilgen hak din, dinul hak. Hem ul nizamul hayat, yaşav tormoş tertibi. Hem ul medeniyet, kultura hem sivilizasiya. Ul kişiге nindi urun kürsete, nindi urun bire. Kişi kim deyip bizning dinimiz Allah'ın kitabı anlata. Eğer de Allah'ın kitabına karasak, mene şundi hikmetlerge biz erişirbiz inşallah. Allah Rabbul İzzete ve iz qala rabbuka lil melaikati inni cailun fil ardı halife. İsine düşür Habibim, dostum Muhammed Aleyhisselam. Kaçan senin Rabbin firiştelerge itti. Dürüstlükte min yeryüzünde üzümün halifem bularak kişini yaratırmın. Kişi yeryüzünde Allah'ın halifesi. Hem kişi ol en hürmetli mehlukat. Allah Teala tarafından yaratılganlarının en hürmetlisi, en şerafetlisi, en kadirlisi. Estaizu billah ve laqad kerremne bani Adem. Allah Rabbimiz ayta dürüstlükte biz Adem bağların hürmetledik. Ve hamalnahu fil berri vel bahri. Hem kuruda, suda yürüttük. Ve razaqnahu minat tayyibat. En hoş rızıklar bilen rızıklandırdık. Ve faddalnahum ala kathirin mimmen halakna tafdile. Hem biz yaratkan, bar etken mahlukatlar arasından faziletli kıldı kübisinden. Yani fazilet Allah Teala tarafından kişilerge verildi. Kişi hürmetlike layıklı kişi bulganı için. Hem de birinci kişini Allah Rabbimiz Adam Aleyhisselam'ını balçıktan yarattı, malum bulgança. Ve nefaktu fihi min ruhi, üst kudreti bizden can birdik. Hem kuştu firiştelerge secde kılırga. Barçası secde kıldı. İblisten başka, eba ve stekbera ve kâne minel kafirin. Yani başın çüyürdü burdu, tekebbürlük kıldı, hem kafirlerden buldu. Hem bütün alemler arasında en birinci zemb, ism, günah, cinayet ol, aziz kardeşlerim, tekebbürlük. Ne etti iblis? Ana hayrun minhu, halaktani minan nar ve halaktahu min tin. Min adamdan hayırlırek, yakşırak. Sen beni uttan yarattın, anı balçıktan. Yani tekebbürlük. Birinci günah ul tekebbürlük. Hem Allah Rabbimiz sul kaburgasından hayat yoldaşın barlıkka getirdi. Havva, yani hayat kelimesinden kile. Yani teri canlı maddeden. Hem cennetke kirgizdi, hem cennetten çıkardı. Adam Aleyhisselam'ın Hindistan'a, Havva anamızını Ceziratul Arab'ka, Arap yarımutravına, Cidde degen şehirde, Haziranda, Международный aeroport. 300 yıl alar kürüşmediler. Hem Rabbimiz Allah tevbelerin kabul etti. Hem kürüşürge, iki süygen kalipke kavuşurga da nasip etti. Ul Arafa günündeydi. Arafa meydanında. İki süygen yar kavuştu. İki kalip kürüştü. Hem birinci aile, simya, yeryüzünde birinci
aile bарлыкка килде. Һәм яши торган урыннарын Уммул Курада сайладылар. Уммул Кураны үзләренә яши торган шәһәр итеп билгеләделәр. Мәккә шәһәрендә. Һәм алар арасында бүтән инсаният, бәшәрият, кишилек дөньясы барлыкка килде. Һәм Раббыбыз бу хакыйкатьне шулай аңлата китабында Хуҗурат сүрәсенең 13-нче аяты кәримәсендә Әстәгъизу билlah: "Я юханнас, и кешеләр, инна халакнакум мин закари ва унса." Дөреслекдә без сезне бер ирдән һәм бер хатыннан барлыкка китердек. Җир йөзендә яшәгән бүтән кешеләрнең ата-аналары Адам белән Хавва алейхиссалам радиллаһу анха. وَجَعَلْنَاكُمْ شُعُوبًا وَقَبَائِلًا. Һәм сезне төрле кабиләләр, халыклар кылдык. لِتَعَارَفُوا, бер-берегезне таныр өчен, бер-берегез белән танышыр өчен, бер-берегез белән белешер өчен, бер-берегезне белүегез, тануыгыз өчен. Инна акрамакум индаллаһи атқакум. Дөреслекдә Аллаһ каршында иң хөрмәтле булганыгыздыр, тәкъварагыңыздыр. Әнәс ул тәкъвалык була. Тәкъвалык ул кешенең йөрәгендә була. Сөйкле Пәйгамбәрбез алейһиссәлам тәкъва һәһуна ва юширу иля садрихи саласа маррат. Тәкъвалык менә биредә. Шуны әйткәч, күкрәгенә, күңеленә, йөрәгенә, калбенә 3 мәртәбә, 3 тапкыр ишарат кылды сөйкле Пәйгамбәрбез. Чөнки Аллаһ Тәгаләнең карый торган урнысы кешенең калбе, кешенең йөрәге. Һәм менә шул йөрәкне кеше кырса, Аллаһ Тәгалә караган йөрәкне кырса, нинди хәлдә булачак икән үзе? Раббысы каршында ничек җавабын кайтарачак? Һәм дә менә Аллаһ Тәгалә төрле милләтләрне яратты, төрле телләрне яратты. Аның хикмәте бар. Теләсә иде, аля кулли шәйин кадир, һәр бер нәрсәне эшләргә Раббыбызның кудрәтеннән килә, бер милләтне, бер телне барлыкка китерер иде. Ләкин Аллаһ Тәгаләнең бу азаматын, вахданиятен, улуглыгын, кудрәтен күрсәтә. Аллаһ Тәгалә әйтә, дөреслекдә җирләр белән күкләрнең яратылышында һәм тел белән төсләрнең төрле булуында алимларга, белгән кешеләргә бу Аллаһның аятлары бар, шул җирдә Аллаһның аятлары бар, аламәтләре бар, шуны аңлата. Димәк, һәр бер милләтне, һәр бер телне сакларга кирәк. Хусусан безнең телебез, ана телебезне сакларга кирәк. Ул безгә әманәт. Һәм бу тел 14 асыр дәвамында ислам рухы белән рухланган, ислам җаны белән җанланган, ислам мәдәнияте белән шундый байлык дәрәҗәсенә ирешеп хазинәгә әйләнгән. 100-дән 20 сүзебез лисанул Кур'аннан, Кур'ан теленнән. 100-дән 10-сы фарс теленнән. Шуның өчен, әгәр дә телебезне белсәк, Аллаһның китабын, сөйкле Пәйгамбәребезнең сүннәтен, ислам мәдәниятын яхшы аңларбыз, азиз кардәшләрем. Һәм дә Пәйгамбәребез алейһиссалам Хаҗҗатул Вадада, саубуллашу хаҗында шулай әйткән иде. 140 мең сахабалар каршысында. Я юханнас, и кешеләр, инна раббакум вахидун, дөреслекдә сезнең Раббыгыз бер. Ва инна абаакум вахидун, һәм атагыз бер, ул Адам алейһиссалам. Ала ла фадла ли арабин аля аҗамин, ва ла ли аҗамин аля арабин, ва ла ли ахмар аля асвада. Пәйгамбәрбез алейһиссалам әйтә, и кешеләр, дөреслекдә сезнең Раббыгыз бер, һәм атагыз бер, Адам алейһиссалам. Белеп калыгыз, араб кешенең араб булмаган кешегә, араб булмаганның арабка карата артыклыгы юк. Вала ли ахмара аля асвада, вала ли асвада аля ахмара илля биттақва. Кызыл тәнненең, кара тәннегә, ак тәнненең, сары тәннегә карата артыклыгы, өстенлеге юк, илля биттақва. Мәгәр тақвалык белән генәдер. Инна акрамакум индаллаһи атқакум, дөреслекдә Аллаһ Тәгалә каршында иң хөрмәтле булганыгыздыр, ул тәкъварагыңыздыр. Димәк, бу Аллаһның ниъмәте, тел, мәдәният, урыф-адат, төрле халыклар.
İslam mədəniyyəti bizni nərsəgə öyrətə? Taayüşkə, üzara yaşav məharətinə, iskustosu suşistvavani. Çünki Peyğəmbərimiz aleyhissalam 622-ci ilini asıl vatanı bulğan Məkkədən Mədinə şəhərinə köçündü. Yəsrib ismi bilən isimlənə idi. Qur'anda da bu sözlər ötə. Həm şunda yanı cəmiyyət, yanı dövlət, yanı mədəniyyətini bütün kişilik dünyasını təqdim etdi. Həm şunda birinci düsturul əməl, konstitusiya varlıqqa gəldi. Yer üzündə şul vaqiyağa qədər konstitusiya yox idi. O ne bola? Общественный договор. Neçə xalqlar üzərə yaşarğa tiyişlilər. Ул da mənə saklanıda под защитой ЮНЕСКО. 52 maddədən. Ne üçün təbii? Çünki mənə bu atnanın azağında tağın bir bəyramı biz Tatarstan Cumhuriyyətinin konstitusiya günü. Allah Rabbimiz üzünün güzel kulu, söykülü Peyğəmbərimizin layıqlı ümməti üzərə qardaş bulub tatlıqda yaşarğa nasip etsin. Çünki məhəbbət bulmasa iman kamil bulmur, kəmalət dərəcəsinə erişmir. Söykülü Peyğəmbərimiz aleyhissalatu vesselamətə "La tədxulul cənnətə hatta tu'minu." Siz cənnətə girməzsiniz, iman getirmiş, imanını bulmuş. "Və la tu'minu hatta tahabbu." Həm də imanını bulmazsınız, əgər də bir-birinizi söyməyəcək. Bir-birinizi söydərə turğan nərsəgə işarət qılayım mı? Anı anlatayım mı? Anarğa dələlət qılayım mı? Afşu səlamə beynəkum. Üzərə səlamını taratığız. Yani Müslüman kişi anın bir şiarı, anın büyük alaməti ol səlam. Allah'ın tuğuzan tuğuz isimindən birisi. Hem bizden de, tilimizden de, kulubuzdan da səlamətlik, iminlik, tınışlık, məhəbbət deyiş çıqarğa. Hem Peyğəmbərimizə qaçan sorav birdilər, kim ol Müslüman? Ul aytdı, "El-muslimu men seliməl muslimuna min lisanihi və yedih." Müslüman şul kişi, qaysının tilindən də, kulundan da başqa Müslümanlar səlamət bulurlar. Başqa rivayətdə səlimənləs kişilər anın tilindən, həmanın kulundan səlamət bulurlar. Şunun üçün biz də söykülü Peyğəmbərimiz aleyhissalatu vesselam kibik, yani qaysı cirgə kildik ikən, üzü biz bilən nur, hidayət, bərəkət, məhəbbət, ittifaq, birdəmlikni, mədəniyyətini getiriyik inşallah. Allah Rabbul İzzə biz yaşayt orqan nurlu Qazan şəhəri bizgə, mübarək Tatarstan Cumhuriyyətinə, bizning aziz vatanımızga iminlik tınışlıklarını bilsin. Üzərə ortaq dil tapıb, bir-birimizni hörmətləb, bir-birimizin tilin, mədəniyyətin, orif adətin hörmətləb, yaşarğa Allah buşqança, Peyğəmbərimiz aleyhissalam öyrətkənçə, maturluq bilən, güzəllik bilən, nəzakət bilən, qardaşlıq, dostluq, həm məhəbbət bilən Rabbimiz cümlə bizgə nasip etsin. Kiləşəgi bizni yaqdı, kilə turğan bəyramlarimizni bütün xalqlarga mübarək etsin. Həm bu bəyramın sir hikmətlərinə də cəmiyyətə ülüşlü buluğun müyəssər eyləsin. Və qulu qavli hədə və estağfirullah li və ləkum. İnnel hamdelillahi nahmeduhu ve nesta'inuhu ve nestağfiruh ve nu'minu bihi ve netevekkel aleyh ve nestahdih ve na'udhu billahi min şururi enfusina ve min seyyiati a'malina men yahdihillah fela mudille leh ve men yudlil fela hadiye leh ve eşhedü en la ilahe illallah vahdehu la şerike leh ve eşhedü enne Muhammeden abduhu ve rasuluh. أرسله بالحق بشيرا ونذيرا بين يدي الساعة ما يطيع الله تعالى ورسوله فقد رشد وما يعصهما فإنه لا يضر إلا نفسه ولا يضر الله شيئا يا أيها الذين آمنوا اتقوا الله وقولوا قولا سديدا يصلح لكم أعمالكم ويغفر لكم ذنوبكم وما يطيع الله ورسوله فقد فاز فوزا عظيما
Innallaha ve melaiketehu yusalluna alen nebi. يا أيها الذين آمنوا صلوا عليه وسلموا تسليما اللهم صل على سيدنا محمد وعلى آله وصحبه وبارك وسلم اللهم انصر من نصر الإسلام وأيد من أيد الدين اللهم أعز الإسلام والمسلمين اللهم ارحم لجميع أمة محمد صلى الله عليه وسلم رحمة عامة اللهم يا مؤلف القلوب ألف بين قلوبنا واصلح ذات بيننا qalblarni ulfatlantira turgan Rabbimiz Allah. Sen bizning qalblarimizni, ko'ngillarimizni, yuraklarimizni ulfatlantir, aralarimizni isloh tuzuk qil. وأقول قولي هذا واستغفر الله لي ولكم إنه هو الغفور الرحيم الجواد الكريم السميع الدعاء. Şol sözümni aytib, özüm hem sizning uchun Allah'dan yarlık olun ötenemin. Siz de Rabbimiz Allah'dan şunu tiləgiz, çünki o günahlarını bik keçirə, bik mərhəmət, şəfqat iyəsi. Dua qılgan kişinin duasını kabul etə, insanın, bəndənin, kişinin qalbində, küngülündə neşkə sirlərə qədər xəbəri bulgan Rabbimiz. Və aqimus salə, cuma namazın torguzuyuq, Allah'ın rahməti barçalarınızga erişsin.